Salam, hər vaxtınız xeyir olsun. Mən sizi Bərdə rayonundan narahat edirəm. Adım Fərzəliyeva Gülnar İsmail qızı. Mən öz övladım Osmanov Adil Mənsur oğluna görə çağırış edirəm. Mən özüm Bərdə rayonunda ailə qurmuşam. 2017-ci ildə avqustun 6-sı ailə qurmuşam. 4 ayın gəlini olmuşam. 4 ayın gəlinə 4 aylıq hamiləliklə də keçmiş yoldaşımla ayrılmışam. Hal-hazırda mənim övladım Osmanov Adil, keçmiş yoldaşım Osmanov Mənsurun övladıdır. Bərdə məhkəməsində atalığı müəyyən edilmə faktında olunub. 2019-cu ildə aliment kəsilib. 2019-cu ildən bura mən aliment almıram. Bərdə məhkəməsinin 120 manat aliment kəsilib. Mənim keçmiş yoldaşım Osmanov Mənsur məni və məhkəməni suçlu sayır və DNK olunub, atalığı müəyyən edilmə faktı olunub və birinci məhkəməmiz Bərdə məhkəməsində pulsuz analiz olduğuna görə, dövlət tərəfindən olduğuna görə olmuşuq, fikrət doktorun qəbulunda olmuşuq. Fikrət doktor hətta mən orada çox saatlar gözlədik. Çox saatlarla keçmiş yoldaşımı gözlədim, gəlmədi. DNK o da 2500 manat analizi idi deyə və mənim qaynatam sinəsinə döyürdü ki, hakimlər, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət müəllim və Azər müəllimin qarşısında dedi ki, mən hətta Daxili İşlər Nazirinin qəbulunda olmuşam, fikrimi orada da bildirmişəm. İndi də Bərdə İcra Şöbəsindən məhkəmədə 120 manat aliment kəsilib, Gəncə və Bərdə məhkəməsində 120 manat aliment kəsilib. Bərdə İcra Şöbəsi, üzr istəyirəm, Bərdə İcra Şöbəsi mənim övladım, az yaşlı övladımın alimentini düzgün dürüst baxılmır. Hətta mən dəfələrcə Rüsuf müəllimin və Mətləb müəllimin qəbulunda olmuşam. Onlar üstümdən qışqırır və məni yuxarıdan aşağı baxır, məni qəbul eləmir, mənlə mənim üzümə gülürlər və ağızlarını, gözlərini əyirlər ki, bu hardan gəldi ki, bu kimdir, falan beşməkan. Yəni məni saymırlar, saymamazlığa qoyurlar məni, icra məmuru, Mətləb müəlliminə və Rüsuf müəllim. Hətta deyirsən, Osmanov Mənsurdan heç bir şey eləyə bilməzsən, bax imkanı onda alimenti ödəyər. İndi xahiş edirəm sizdən bir ana kimi, mənim yoldaşımın imkanı çox yüksək səviyyədə də imkanı var. Mətləb müəllim neçə və zəng